Dəyərli izləyicilər, bir başqa məsələ də var uşaqlarla bağlı, azyaşlılarla bağlı qadağan olan əməllərin siyahısı açıqlanıb. Bayaqki danışdığım layihəyə əsasən valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqların avaralıqla və ya dilənçiliklə məşğul olmağa cəlb edilməsi valideynlik hüquqlarından sui-istifadə hesab olunur. Eyni zamanda uşağa alkoqollu və energetik içkilərin, tütün və tütün məmulatlarının satılması qadağandır. Layihəyə əsasən valideynlər və onları əvəz edən şəxslər dövlət qurumları, habelə uşağın təlim-tərbiyəsi ilə bağlı funksiyaları həyata keçirən təşkilatlar sağlam həyat tərzini, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının zərərlərini təbliğ etməyə borcludurlar. Bundan başqa uşaq alveri, uşaq pornoqrafiyasının dövriyyəsi, uşağın əxlaqsız əməllərə cəlb edilməsi və seksual xarakterli məqsədlərlə təqib edilməsi qadağandır.